Situasiya 26. Deməli, çadırdır. Çadırın qabaq hissəsinin sayısını tapmaq lazımdır. A, B, C, D, Y. Ölçülər də şəkildə verilib. Deməli, bunun üçün əvvəlcə biz tapaq. A, B, C, D, Y düzbucaqlısının sayısını. A, B, D, Y. Deməli, 0,8 hündürlüyüdür. Uzunluğu da 2'dir. 1,6 metrin kvadratı. Sonra Pifagor teoreminə görə CK-nı tapaq. CD-nin kvadratından BK-nın kvadratını çıxaq. CD-ni verib kök altda 2. DK-nı verib bu AY-nin yarısıdır 1. Bu da elədir 1. Onda B'dir. 2CK olduğundan bərabər yan üçbucaq. Bu da 2 eləyər. S üçbucaq CBD bərabərdir BD vur CK bölü 2. 2 vur CK 1'dir bölü 2. Bu da elədir 1. Onda S, A, B, C, D, Y qarşı üzünün sayısı olacaq. 1,6 üstə gəlir 1. Bu da elə 2,6 metr kvadrat. Cavab 2,6 kvadrat metr. Yetmiş yedi. K dayaq nöqtəsindən çadırın ən yüksək C nöqtəsinə qədər məsafənin uzunluğunu tap. C-dən perpendikular çəkmişik. K-nın da perpendikuların otacağını birləşdirək. Yoxma nə yazmışdıq? F. Bura 1 tapdı, bura 1. Bu da 0,5. CK CF bərabərdir CK üstə gəl KF. K buraya etdə. 1 üstə gəl 0,8. Bu deyilir 1,8. Sonra CF-i Pifagor teoreminə görə tapaq. KY-nin kvadratı çıxmaq YF-in kvadratı. KY 2,6. Bu biri 1. Bu deyilir 2,4. Deməli C F. Ne oldu bu? CF'i tapış. Bu CF diyor axı bu. KF'dir bu. KF. İndi üçbucaq CKF'dən Pifagor teoreminə görə CK
bərabərdir CF-in kvadratı üstəgəl KF-in kvadratı. 1/8'in kvadratı üstəgəl 2/4'ün kvadratı. 9 3 çıxır. CK oldu 3. Yetmiş sekiz. Tələbələr və şagirdlər arasında odun toplamaq üçün təsadüfi olaraq 3 nəfər seçilir. Şagirdlərin sayını x götürsün. Müəllimlərin sayını x götürsün. Tələbələr 3x, şagirdlər 6x olar. Hamısı bir yerdə 30 nəfərdirlər. Deməli, müəllimlər oldu 3 nəfər. Tələbələr 3'ü vurulduqca 9 nəfər. Şagirdlər 6'ını 3'ə vururuq 18 nəfər. Deyir, tələbələr və şagirdlər arasında olan odun toplamaq üçün təsadüfi 3 nəfər seçilir. 9 tələbədir, 18 şagird, 27 nəfərdən 3 nəfər seçilir. N bərabərdir 27'dən 3. 27 vur 26 vur 25 böl 6. 3 ilə 27 getdi 9, 2 ilə 26 getdi 13. 9 vur 13 vur 25. Seçilənlərin ikisinin tələbə, 9 tələbənin içində 2 tələbə, 9'dan 2 sunula. Birinin şagird, 18 şagirdin içindən bir dənə 18 sunula. 36 vur 18. Onda ehtimal bərabərdir. %250-75. 250-70, 325'te 72. Cevap Situasiya 27. Vidrə doğranı 15 cm olan kəsik konus formasındadır. Vidrənin bağlı olan kiçik ortacağın radiusu 10 cm-dir. Vidrənin yan səthi 7 müxtəlif rəngdən ibarət istifadə edilərək 5 zolaqdan ibarət olmaqla rənglənməlidir. Vidrədə 650 qram 20% duz məhlulu var. Dərinliyi 12 cm olan vidrənin hazırlanması üçün ən azı nə qədər dəmir lövhədən işləndiyini tapın. Yan sətini tapaq. Pi R plus R L. Deməli, kiçik yer var, böyük yer yoxdur. YC-ni Pifaqor teoreminə görə tapaq. Üstbucaq YC deyilən. 15'in kvadratı çıxmaq 12'nin kvadratı. 9
Bu biri hündürlüyü də çəksək. Bu tərəfdə 9, burada 20. Bu parçada 10. Onda 10 plus 9 olar yuxarı radius 19. Qiymətləri qoysuq yerinə. P-nin qiyməti 3, R 19, kiçik R 10. Elde 15. 3 vur 29 vur 15. 87 vur 15. 870. Onu vuranda əşəddə 870. 5'i vuranda 435. 1305. Yan səthi. Bir də aşağı oturacağın sayəsində bax. Yuxarı açıldı. Pi r kvadrat. Kiçik r. 3 vur onun kvadratı 300. S bərabərdir. 1305 üstə gəl 300. 1605. Santimetrin kvadratı. Cavab 80. Vedrədəki məhlulun üzərinə 50 qram duz, 300 qram 40% duz məhlulu əlavə edirlər. 300'ün 40%. Bu deyilir 120 qram duz. 51 duz əlavə edirik, 120 də 1 əlavə edirik. 170 qram duz əlavə edirik. 650 qram var idi, o 20% ilə idi. Yəni 130 qram orada duz idi. İndi qarışıqda oldu 170, üstə gəl 130. 300 qram duz oldu. 650 qram idi. 650 qram. 51, 300 də bir gəlmiş üstünə. Olun 1000 qram. Tuzluluq faizini tapmaq üçün 300 bölümünə vuruq 100'ə. 30%. Birinci və axırıncı zolağın rəngi qırmızı və ya sarıdır. Birinci və axırıncı zolağın rəngi qırmızı və ya sarıdır. Hər zolaq müxtəlif rəngli olmaqla vedrənin səthini isə müxtəlif üsulla rəngləmək olar. Vedrənin yan səthi 7 müxtəlif rəngdə istifadə edərək 5 zolaqdan ibarət olmaqla rənglənməlidir. 5 zolaq 7 müxtəlif rəngdə istifadə edirik. 5 zolaqdır. Yuxarısı ya qırmızı olmalıdır ya deməli ən aşağını qırmızı götürsək, ən aşağı üçün 2 üsul var.
En aşağı için 2 usul var. Kırmızı veya sarı. Birini seçsək, onda yuxarı için 1 usul qalır. 2 rəq getdi, qaldı 3 usul. 3 usul 7-dədən 2 rəq gedib, qalıb 5 rəq. 5 rəqdən də 3 dənə seçək. 2 vurulsun, 10 eləyir bu da. 20. Yedi rəng idi. İkisi gedib 5'i qalır da. Beşi. Deməli, burada kombinasyon yox, permütasiya olmalıdır. Cevap 120. Bizim permütasiya ona göre olmalıdır ki, burada mesela için tutaq ki, ağ, qara, boz. Ağ, boz, qara o şey fərqlidir. Amma kombinizonda ağ, qara, boz bir dəfə götürülür. Burada amma müxtəlif cür götürüləcək də. Bunun mənası var. Cavab 120. Situasiya 28. Xarici hissəsinin səthinin sahəsi 216 kvadrat desimetr olan kub şəkilli sobanın temperatur tənzimləyici çevrəsinin radiusu 2 cm olan burğudur. Sobanın qapağı sobanın yuxarısından, aşağısından, sağ və sol tərəfinin hər birindən 1 cm məsafədədir. Sobada 5 ədəd sadə, 3 ədəd şişmişli və 2 ədəd kəsmikli bulka pişirilib. 82. Sobanın qapağının sayısını tapın. Əvvəlcə sobanın tam səthinin sahəsi bilir ki 6A kvadratdır. Bunu da verib 216. A kvadrat bərabərdir 36. A deyilir 6. A da kubun tilidir. Onda qapağın eni uzunu hündürlüyü nə qədər olar? 6-dan 5 çıxarıq. Hər tərəfdən 5 çıxırıq da. A. Desimetrdir bu. O desimetrlə verilib. Santimetrə keçəndə 60 santimetr edir. Deməli, kubun tili 60'dir. 60'ın 2'dəyə 5 çıxacaq. Aşağıdan, yuxarıdan, sağdan, soldan da. 50. Bu oldu. Deməli, qapağın qapaq da kvadrat format. Tərəfi 50'dir. 50'nin kvadratı 2500. Santimetrin kvadratı. Yaxud da 25 desimetrin kvadratı. Cevap 25 desimetrin kvadratı.
83. Sobanın burğusunun saat əqrəbinin hərəkəti istiqamətində fırladaraq temperatur göstəricisini 0 dərəcədən 60 dərəcəyə qədər gətirdikdə burğunun getdiyi qövsün uzunluğunu tapın. Deməli, burada yazılıb 0. Burada 90. 30. 60. 150, 120. Temperatur da olar. Çeviri özü neçə hissəyə bölünüb? 1, 2, 3, 4, 5, 6 hissəyə. 366-ya bölsük. Bir hissə 60 dərəcədir. 60 dərəcəyə qədər də 2 hissədir. 2-ni 60-a vursuq 120 dərəcə edir. Bizdən soruşur ki, gətirdikdə qövsün uzunluğunu tapın. Qövsün uzunluğunu tutur belə də pi r alfa böl 180 dərəcə. Pini deyir üst götürün. Bunun radiusunda, burğunun radiusunu vermişsə də, burğunun radiusu 2 santimetrdir. 2, 120 dərəcə böl 180 dərəcə. Bu deyilir 4 santimetr. Cavab 4 santimetr. Pişirilən bulkaların ikisi təsadüfən seçilir. Seçilən bulkaların müxtəlif çeşidli olması hadisəsinin ehtimalıdır. Neçə dənə bulkadır? 5 birindən 10 dənə bulkadır. 10 dənədən ikisi təsadüfən seçilir. 45 sundan. Seçilən bulkaların müxtəlif çeşidli olması. Biri sadə olsa 5 sundan, biri də kişmişli 3 sundan. Biri sadə, ikisi kəsmikli 2 sundan. Kişmişli 3 sundan, kəsmikli 2 sundan. PA bərabərdir 45-də 31. Situasiya 29. Üstü açıq, divarları və döşəməsi kafellə üzlənmiş düzbucaqlı parket formasında olan hovuzun hündürlüyü 3 metr, döşəməsinin tərəfləri isə 5 metr və 8 metrdir. Hovuzun döşəməsinin üzlənməsi üçün 1 kvadrat metrinin qiyməti 12 manat, divarlarının üzlənməsi üçün 1 kvadrat metrinin qiyməti 10 manat olan kafeldən istifadə olunmuşdur. Bu hovuzu doldurmaq üçün 2 kran quraşdırılıb. Hər 2 kran eyni zamanda açıldıqda boş hovuz 8 saata dolur. Birinci kran boş hovuzu ikinci krandan 4 dəfə tez doldurur. Hovuza 14 varil 16 sazan balığı buraxıldı. Nömrə 85.
Hovuzun döşəməsini və divarların üzlənməsi üçün cəmi neçə manatlıq kapel vurulub? Döşəməsinin sayısını tapaq. Döşəmə. Səkkiz vur 5, 40 kvadrat metr. Döşəməsinin üzlənməsi 1 kvadrat metr 12 manat. 480 manat bu. Yan üs, yan səthi yanı. P oturacaq vur H. 2 vurulsun 8 plus 5, vurulsun 3. 78 kvadrat metr. Kvadrat metri de 10 manatdan. 780 manat. Cəmi 480 manat, 780 manat. 1260 manat. Yalnız birinci kran açılarsa 1 saatdə hovuza neçə kubmetr su dolar? Hər iki kran eyni zamanda açıldıqda boş hovuz 8 saata dolur. Birinci kran boş hovuzu ikinciden 4 dəfə tez doldurur. Birinci kran 2 saata doldursa 1 saata 2 saat birini doldurar. İkinci kran 4-2 saata doldurduğundan 1 saata 4-2 1 hissəsini doldurar. İkisi 1 saata 2 1 plus 4-2 1 hissəsini doldurar bir tərəfdən. Digər tərəfdən ikisi 8 saata doldurduğundan 1 saata 8 1'ini doldurar. Cevap 10. Cevap 12 verir burada. Orada səhv elədik. Hər iki kran eyni zamanda açıldıqda boş hovuz 8 saata dolur. Birinci kran boş hovuzu ikincidən 4 dəfə tez doldurur. Birinci 2 saata, ikinci 4-2 saata. Ortaq məxrəc 4x, 4 plus 1, 5. Biz tapdıq ki 10 saata doldurar. Birinci kran 10 saata doldurar. Bu cavab deyil elə. Bizə deyir ki, birinci kran açılarsa 1 saatda bu hovuza neçə kubmetr su dolar? Hovuzun həcmini tapaq. 8 vur 5 vur 3. 120 kubmetr. 10 saata 120 kubmetr dolursa 1 saata 120 bölü 10 12 kubmetr dolar. Cevap 12 kubmetr. Yaşadı etti. Hovuzdan təsadüf olaraq 3 balık tutularsa, balıqlar nə qədərdir ki burada? 14 farel, 16 sazan, 30 balığı var. 30'dan təsadüfən 3'ü tutulur.
Bu balıklardan yalnız birinin farel olduğu olması, yani yalnız biri farel olsun. Biri farel ise fareli seçeri 14 üstündən, ikisi sazan olmalıdır. Bu da 16'da 2 üstündən. Cevap 29'da 12. Situasiya 30. Sandığın qapaq hissəsi yarım silindir, aşağı hissəsi isə eni 0.6 metr, uzunluğu 1 metr, hündürlüğü 0.8 metr olan düzbucaqlı parapet formasındadır. Sandığa hər birinin kütləsi eyni olan 10 əşya qoyulduqda sandığın kütləsi 24 kiloqram olar. Sandığa hər birinin kütləsi birinci dəfə qoyulan əşyanın birinin kütləsindən 20% çox olan 15 eyni kütləli əşya qoyduqda isə onun kütləsi 30 kiloqram olar. Sandığın qapağının açılması üçün 4 rəqəmli parol təyin edildi. Sandığın həcmini tapın. Əvvəl silindirin həcmini tapaq, bölək 2-yə. Pini üst deyir götürün, radiusu neçə verib? Deməli bu 0.6 yarım silindirin diametridir. Radiusu 0.3 olar. 0.6'nın yarısı. Hündürlüğü de 1 metr burada. Silindirin oturacağın uzunluğu, oturacaqdaki düzbucaqlı parapetdən oturacağının uzunluğu bu 1 metr ki var. Silindir hündürlüğü 1. 3'ü bırak 0,9'a 0,27 metr kub. Silindirin həcmi bunun da yarısıdır. Burada silindir yox, sandığın həcmini soruşur. Bu birinci, yuxarı hissənin yarım silindirin həcmini tapaq əvvəl. Bunu bölək 2-yə. Bu yuxarı hissənin həcmi. Bir də düzbucaqlı paralelepipedin həcmi 1, 0.5, 0.8, 0.4 də bu elədir. Toplayaq indi. Sıfır onda altıdır. 1, 0.6, 0.8. 48 eləyir bu. 5, 308 gələndə 11. Bir yadda 6. 615 kubmetr.
Boş sandığın kütləsini tap. Sandığın qapaq hissəsinin bildiyi sorulmadır. Sandığın hər birinin kütləsi eyni olan 10 əşya qoyulduqda sandığın kütləsi 24 kiloqram olur. On əşya, əşyanın biri x kiloqram olsa, 10x, bir də sandığın kütləsi sığ yazsın. Bu 24 kiloqram olur. Sandığa hər birinin kütləsi birinci dəfə qoyulan əşyanın birinin kütləsinin 20% çox olarsa. Deməli, onda kütləsi x yox, 1 onda 2x olacaq onun. 15 dənə də qoymuşuq. Onda 15 dənəsi olacaq, 15 vursun 1 onda 2x, bir də boş sandıq 30 kiloqram olur. Bu 18x-dan 12-si çıxanda 8x bərabərdir. 30-dan da 24-ü çıxanda 6. Deməli, o əşyanın biri 4,3 kiloqram imiş. Onda 10 dənə əşya, onu vuraq 4,3-ə 7,5 kiloqram edir. Sandığın da kütləsini tapanda 24-dən çıxarır 7,5. Bu deyilir 16,5 kiloqram. Cavab? Nömrə 90. Sandığın qapağının açılması üçün rəqəmləri açılması üçün 4 rəqəmli parol təyin edildi. Sandığın qapağının açılması üçün təyin edilmiş parolun rəqəmlərin müxtəlif olması hadisəsinin ehtimalı tapılır. 4 rəqəmlidir, onda bütün mümkün üsulların sayı 10 dəqiq rəqəm olduğuna görə birinci rəqəmi də 10 üsulundan, ikinci rəqəmi də 10 üsulundan, üçüncünü də 10, dördüncünü də 10 üsulundan seçə bilərik. Bu elədir 10 üsul, 4 üsul. Əlverişli odur ki, rəqəmlər müxtəlif olsun. Birincini 10 üsulundan seçirik, ikincini 9, üçüncünü 8, dördüncünü 7 üsulundan seçə bilərik. Onda bu hadisənin ehtimalı biri getdi, 13 çıxaldı, yəni 1000, 9 vur 8 vur 7. 8-dən də 1000 getdi, 125. Elədi 125-də 63. Cavab